Komanda, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Livgood qazanc növləri haqqında biraz ətraflı izah eləmək istəyirəm. Və həftəlik və aylıq gəlirləri aydınlaşdıracağım sizin üçün. Ümumiyyətlə, Livgood'a üzv olan, tərəfdaş olan, belə deyək, şirkətlə ortaqlığa başlayan insanlar burada nə qazana bilər? Yəni, niyə görə biz deyirik ki, Livgood abunəlik sistemi ilə qazandırır? Normal həyatımızda biz bir çox xidmətlərdən istifadə edirik. İşıq, su, qaz, internet, telefon və yaxud başqa xidmətlər, kanallar və s. Bu kimi xidmətlərə və yaxud da telefonumuzda olan hansısa proqramlar, YouTube, Telegram, Netflix, bu kimi proqramlar və saytlardan istifadə edirik və daha çox funksiyalarını aktivləşdirmək üçün biz o saytlara, o proqramlara abunə oluruq. Yəni, ayda müəyyən məbləğdə pul ödəyirik, dollar olaraq bizdən kartdan çıxır və hər ay biz onun müxtəlif xidmətlərindən yararlanırıq. Hansısa proqramda biz, misal üçün, reklamsız filmlərə baxa bilirik, hansısa proqramda biz müxtəlif funksiyalarından istifadə edirik. Məsəl üçün, Prime versiyada başqa funksiyalar açılır ki, siz o xidmətlərdən də istifadə edirsiniz. Və yaxud hansısa bir video şəkil düzəltmə proqramları var ki, biz onlardan istifadə edəndə görsən ki, hansısa xidməti, hansısa effekti, hansısa musiqini istifadə etmək istəyirsən, orada belə ulduz qoyur ki, yəni o ödənişli funksiyadır. Yəni sən abunə olmalısan o proqrama, o şirkətə ki, sənə o xidməti də istifadə etməyə icazə versin. Yəni sadəcə xidmətlərdən yararlanmaq üçün abunə haqqı ödəyirsiniz. Aylıq da var, illik də var. Təbii ki, şirkətlərə və kampaniyalara görə bu aylıq abunə haqqları dəyişir, fərqli olur. Yəni, hansısa sərfəlidir, hansısa sərfəli deyil. Amma nə olursa olsun, sadaladığım bütün xidmətlərdən yararlanmaq üçün siz abunə haqqı ödəyirsiniz. Amma heç bir xidmətdən siz pul qazanmırsınız. Qazanan sadəcə adını çəkdiyim şirkətlər və kampaniyalardır. İndi isə düşünün ki, belə bir kampaniya var artıq əlinizdəki. Orada siz abunə olduğunuz təqdirdə, yəni şirkətə üzv olursunuz və artıq şirkətdən gəlir qazanmağa başlayırsınız. Nəinki onun xidmətlərindən faydalanırsınız, plus onunla yanaşı da pul qazanmağa başlayırsınız. Normal olaraq biz bilirik ki, şirkətlə əməkdaşlığa başlamaq üçün 10 dollar abunə haqqı ödəyirik və 40 dollar tərəfdaşlıq üçün. Yəni artıq qazanmaq niyyətimiz varsa, biz 40 dollarımızı da ödəyirik. Yəni, normalda bütöv olaraq 50 dollarla bu işə girirsiniz. Və 50 dollarla bu işə başladığınız halda növbəti aylarda siz sadəcə abunə haqqınızı ödəyəcəksiniz. Yəni, 40 dolları hər dəfə ödəmirsiniz. Hər ay ancaq ödədiyiniz xidmət haqqı 10 dollardır. Bu da nə üçündür? Şirkətdə, sistemdə qalmaq, düşdüyünüz komandada ağacda yerinizi qorumaq və şirkətin həm indirimli məhsullarından faydalanmaq, həm də qazanc planından yararlanmaq üçündür. Yəni, burada siz abunə olaraq bunları qazana bilərsiniz. Livgood'un məhsullar qismi mövzusuna toxunmayacağım, çünki yüksək keyfiyyətli məhsullardır, dünyanın hər yerinə çatdırılma var. Şirkət qurucusunun da dediyi kimi planetin ən sərfəli və ən sağlam keyfiyyətli məhsullarıdır. Ona görə də sifariş vermək də çətin deyil, hər yerə də çatdırılma mümkündür. Bəli, məhsul alış-verişi edib də qazanc əldə edə bilərsiniz. Bu sizin seçiminizə buraxılır, çünki siz bir ortaq olduğunuz üçün məhsulları 70%-ə qədər indirimlə əldə edəcəksiniz. Bunu da hər şirkət vermir sizə. Bəzi şirkətlərimiz var 20%, 18%, 25%-ə qədər maksimum indirim verən şirkətlər var. Livgood'da isə siz daha çox sərfəli qiymətə məhsulları alıb, hətta satışını belə eləyərək gəlir qazana bilərsiniz. Xüsusilə də öz sağlamlığınızın qayğısına qala bilərsiniz. Mən isə sizə sırf abunə olaraq, yəni bax bu girişlə siz şirkətdən nə qazana bilərsiniz, bunları izah eləyəcəm. Videonu diqqətlə dinləyin. Əgər nəsə suallarınız yaranarsa, yaza bilərsiniz əlbəttə ki, mən cavablayacağam. Amma yadınızda saxlayın ki, heç bir şirkətdə, heç bir işdə işləmədən boş oturmaqla nəsə qazanmaq mümkün deyil. Ona görə də öncə əmək sərf edəcəksiniz,
əməyinizin qarşılığını bir ömür sonra ala biləcəksiniz. Livgood həqiqətən də işləyənlərin haqqını artıqlaması ilə verən bir şirkətdir. Deməli, Livgood'a abunə olduq və müəyyən bir komandaya qoşulmusunuz. Komandada yeriniz var sizin özünüzə görə və Livgood komanda quruluşuna görə burada yerləşməni sistem özü edir. Yəni, siz qeydiyyatdan keçəndə liderinizə deyə bilmərsiniz ki, məni filan qolova qeydiyyat elə, filan tərəfə sal, nə bilim, işləyənlərin yanına sal, işləməyənlərin yanına sal. Belə bir şey Livgood'da yoxdur. Və bu sistemin ədalətli bölgüsü deməkdir. Ona görə də burada hər kəs gəlir, hər kəs də bir-birinə dəstəkdir inkişafda və hər kəsin də yerini sistem müəyyənləşdirir. Gəlin baxaq ki, burada ağac necə qurulur. Yəni, bizim öyrəşdiyimiz alt-alta sistemlər deyil, burada sırf matrix quruluşu ilə yerləşmə baş verir. Yəni, deyək ki, sizdən öncə artıq bəlli bir komanda var və bu komandanın quruluşu belə qurulur. Siz artıq gələndən sonra qeydiyyat gəlirsə, misal üçün, baxın, iki tərəfə bax belə qeydiyyatlar düşür və bu hər kəsə aiddir. Bunun da iki tərəfinə düşəcək. Bunun da iki tərəfinə düşəcək qeydiyyatlar. Yəni, əlavə 3, 4, 5, 6, 7, 8, 10 açılmır. Hər kəs üçün keçərlidir. Bunda da 2 dənə olacaq. Bunda da 2 dənə olacaq. Yəni, belə təsəvvür edə bilərsiniz ki, 2 hissəyə bölünən komandalardan söhbət gedir. Və hər biri də sizin alt ekibinizdə yerləşdiyi üçün hər biri sizə, necə deyirlər, dəstəkdir. Sadəcə, yerləşmə nə formada gedir? Bəli, ağac bu quruluşda böyüyür. Amma qeydiyyatlar bu formada gedir. Misal üçün, öncə sağ pay, sol pay, sonra sağ payda olur. Sonra yenə sol paylarda olur. Yəni, bunların qeydiyyatı gedir. Sonra bu paylarda olur. Misal üçün, yuxarıdan bir qeydiyyat gələrsə, öncə bura düşəcək. Daha sonra növbəti qeydiyyat gələrsə, buna düşəcək. Görürsünüz necə hər kəsə bir-bir paylayır qeydiyyatları sistem. Buradan bir qeydiyyat gələrsə, bura düşəcək. Və yaxud da bu şəxslərin özünün də, bu şəxsin qeydiyyatı olarsa, öncə bura düşəcək. Növbəti qeydiyyatı olarsa, bu partnyorunun komandasına düşəcək. Daha sonra isə bura düşəcək və bura düşəcək. Yəni, başa düşdüyünüz kimi, sistem yuxarıdan aşağı və soldan sağa doğru komandaları dolduraraq qeydiyyatları yerləşdirir. Yəni, bunu biz əllə edə bilmərik artıq. Yəni, buradakı partnyorların yerini bot özü müəyyənləşdirir. Ona görə də siz gəldiyiniz gündən etibarən abunə haqqınızı ödəməklə burada olan yerinizi qoruyursunuz. Çünki sizdən sonra gəlib düşəcək qeydiyyatlar hər biri sizə gəlir qazandıracaq. Və Livgood yeganə şirkətdir ki, heç sizə aid olmayan qeydiyyatlardan da sizə qazanc yazacaq. Bunları irəlidə öyrənəcəksiniz. İndi isə gəlin baxaq, biz gəliri necə qazanacağıq. Bəli, siz qeydiyyatdan keçdiniz, aylıq abunə haqqınızı, tərəfdaşlığınızı imzaladınız və artıq sistemdəsiniz. Təbii ki, sizlə paralel digər partnyorlar da, sizin üst liderləriniz də qeydiyyatlar etdikcə sizin alt komandanıza düşə bilir. Və düşdükcə də artıq siz onları öz sisteminizdə görəcəksiniz. Çünki tərəfdaş kabinetində hər şey açıq olur. Həm qazancların bölümü, həm komanda bölümü, referalların bölümü, yəni sizin şəxsi qeydiyyatlarınız olan bölüm və sair kimi xidmətlər orada sizin üçün açılır. Və bütün bunları siz tərəfdaş olduğunuz üçün görürsünüz. Cəmi bircə dəfə $40 ödədiyiniz üçün şirkət bütün funksiyaları sizin üçün aktivləşdirir. Bununla da yanaşı sizə xüsusi saytlar, yəni öz qeydiyyat linkinizə bağlı səhifələr açır ki, siz də istədiyiniz yerdən qeydiyyatlar dəvət edə biləsiniz. Abunə olduqsa, deməli, indi növbəti işimiz yeni abunəçilər dəvət etməkdir. Və yeni abunəçilər də gəldikcə, əlbəttə bunlar sayılacaq artıq sizin şəxsi dəvətləriniz. Baxaq, deməli, birinci biz abunə olduqsa, demək ki, biz dəvət edə bilərik. Buna rekruting deyilir, yəni sizin dəvət etdiyiniz şəxsi qeydiyyatınız. Rekrut. Bu sizin rekrutunuzdur. Və səhifənizdə referalların bölümündə görünür. Referallarım, yəni mənim şəxsi qeydiyyatımdır. Mənim linkimlə keçə bilər və yaxud mən onu özüm sistemimə yerləşdirirəm. Bu sizin şəxsi qeydiyyatınızdır.
və şəxsi qeydiyyatlarınızdan siz nə qazanırsınız? Dərhal 50% qazanc hesablanır. Yəni biz nə qədər ödədik? Gələndə 50 dollarla gəlmişiksə, demək ki 50% eləyir 25 dollar. 25 dollar bu insanın bir həftəsi dolan kimi sizə hesabınıza köçürülür. Bu sizin şəxsi qeydiyyatınızdır və bu daxildir həftəlik gəlirlərə. Yəni həftə içi elədiyiniz qeydiyyatda, gəlin belə yazaq, həftəlik. Həftə içi etdiyiniz qeydiyyat, bir rekrutunuz var və siz ondan növbəti həftə qazanc götürəcəksiniz. Aha, biz bu insandan qeydiyyat elədik və dərhal bir dəfəlik komissiya götürürük. Faizini yazmışam bura. Hə, 25 dollar. Aha. 25 dollar qazandınız. Daha sonra həftə içi sonra nə qazana bilərsiniz? Siz kariyer qazancları götürəcəksiniz. Kariyeri açdıqca, misal üçün birinci bronz kariyeri açacaqsınızsa, bronz 2 dəvətli ilə açılır, 2 referalından açılır və o zaman sizdə də 2 dərinlik açılır. İndi deyəcəm dərinlik nədir? Dərinlik yəni, misal üçün siz gəlmişsiniz, siz bu xanımı deyək ki, dəvət etmişsiniz. Bu sizin şəxsi qeydiyyatınızdır. Və şəxsi qeydiyyatınızın özünün də bir dənə qeydiyyatı gəldi. Özü də birini qeydiyyat etdi. Və bu da sizin qeydiyyatınızdır. 2 dənə qeydiyyatınız var idi. İndi bir dəvətliniz bir nəfəri də dəvət etdi. Artıq siz bunlardan 50% götürməklə yanaşı, bunun da dəvətlisindən 10% götürmək ixtiyarı əldə edirsiniz. Yəni, rütbə açarkən biz daha da dərinlikdən qazanc götürürük. İrəlidəki rütbələrdə, gümüş, qızıl, digər rütbələrdə isə siz daha da dərinlikdən, yəni artıq bunun da dəvətlisindən qazanc götürə biləcəksiniz. Buradan gələn bunların da dəvətlərindən, yəni dəvətlinin, dəvətlisinin, dəvətlisinə qədər 10 dərinliyə qədər qazanc götürə biləcəksiniz. Ona görə də bu qazanclarda həftəlik sayılır və 10% bronzlarda verəcək. Daha dərinliyə getdikcə isə 5, 3, 2%-lə qədər qazanc götürə biləcəksiniz. Deməli, həftə içi biz sadəcə qeydiyyat etdiyimiz və yaxud da bizim qeydiyyatlarımızın gətirdiyi insanlardan, şirkətdən qazanc əldə edə bilirik. Bunun üçün də həftə içi daha çox qazanmaq üçün daha çox şəxsi qeydiyyatlarınız olmalıdır. Və şəxsi qeydiyyatlarınız çoxaldıqca kariyer açmaq şansınız artır və onun sayəsində siz daha dərinlikdən qazanc götürürsünüz. İndi gəlin baxaq aylıq olan qazanclara. Misal üçün bunlar həftəliyə aid idi. Aylıq nə qazanırıq biz burada? Aylıq gəlirlərimiz öncə pasiv şəkildə başlayacaq, daha sonra isə ən böyük qazanc növümüzə çevriləcək. Bunlar 2 hissəyə bölünür. Birincisi matrix qazancı sayılır. İkincisi matching qazancı sayılır. İndi bunların fərqini izah edəcəm sizə. Baxın, matrix qazancı az öncə də qeyd etdiyim kimi sizdən sonra komandaya insanlar düşəcək. Öz risklər də olacaq, sizin olmayanlar da olacaq, yuxarıda qeydiyyat edənlərin dəvətləri də bura düşə bilər. Hamısı yox, yəni ağac bölgüsünə görə də, yəni bunu nəzərə alın ki, dediyim kimi sollarda olur, sağlarda olur və sizdən yuxarıda da liderlər var, sizdən paralel də olan liderlər var. Yavaş-yavaş deyək ki, 5 nəfərdə bir, 10 nəfərdə bir, 20 nəfərdə bir sizə də komandaya düşə biləcək. Və plus sizin dəvətlərinizin dəvətləri də sizin alt ekibinizə düşəcək. Yəni normal olaraq bu komandanın qurulmasında hər kəsin dəstəyi var. Ona görə də bura yığılan komanda sayəsində siz aylıq gəlirlər də qazanacaqsınız. Buna matrix qazancı deyilir. Matrix alt komandada hər bir nəfərdən yazılan 0,25 sent qazanc deməkdir. Yəni dediyim kimi sizin olan və ya olmayan sistemə girib bu ağacın altında kimləri görərsinizsə, onların hər birindən aylıq gəlir yazılacaq sizə. 25 sent yazılacaq və bu 60 gün sonra, yəni sizin arası 2 ayınız tamamlanandan sonra sistemdə göstərməyə başlayacaq.
Çünki hələ yeni qurulur komanda, burada biraz adam çoxalmalıdır və yaxud da şirkət nəzərə alır ki, bu bir ay gəlib, sonra o bir ay çıxdı mı, qaldı mı sistemdə, qalanların hər birindən sizə 25 sent qazanc yazacaq. Bu da nədir? Aylıq gəlirlərə aiddir. Yəni bunu siz 60 gün sonra hər ay sonu almağa başlayacaqsınız. Aydındırmı? Bunlarla yanaşı, yəni bunlar ayrı, bunlar həftəlikdir və hər ay yəni 4 həftə sizin qazanc götürmə imkanınız var. Çalışın, həm özünüzün qeydiyyatlarınız olsun, həm də dəvətlilərinizin qeydiyyatları olsun ki, hər həftə qazanc götürə biləsiniz. Olmayanda təbii ki, qazanc olmaya da bilər. Normaldır, növbəti həftə üçün işləyə bilərsiniz. İndi gəlirəm matching qazancına. Niyə görə dedim ki, aylıq qazanclar birinci pasiv şəkildə başlayır? Çünki həm yavaş-yavaş yığılır komandanın altında, həm də aktivləriniz gələndən sonra daha çox şaxələnəcək və plus da ki, bu hələ 60 gün sonra başlayacaq göstərməyə. O vaxta qədər isə baxın, bizim 60 gün ərzində 8 həftəmiz var. 8 həftə ərzində siz o qədər gözəl qeydiyyatlar, dəvətlər edə bilərsiniz ki, həm işi öyrənərsiniz, həm də çoxlu qeydiyyatlar eləyib rütbələr aça bilərsiniz. Bunun sayəsində qat-qat artıq məbləğdə qazanc götürə bilərsiniz. Nəinki hər kəsdən yazılacaq 25 sent. Bu asta-asta artacaq. Çünki xırda-xırda yazılan gəlirdi. Təsəvvür edin ki, hərəyə görə sizə, yəni 4 nəfərə 1 dollar hesablanır da burada. 4 nəfərə 1 manat 70 qəpik, 4 nəfərə 1 manat 70 qəpik. Bu asta-asta artacaq və aylar sonra çox böyük bir rəqəm olacaq. Heç dəvət edə bilməyən bir insanın belə o aylıq gəliri 2047 dollara qədər arta bilər. Yəni heç dəvət eləməyib, passivdir, amma səbirli olub və bir ay, bir il, nə bilim 2 il, il yarım o sistemi dolana qədər, ta ki onun alt dərinliyi, bax bu görürsünüz dolan pillələr, bunlar 12-ci səviyyəyə qədər dolana qədər bu insan aylığını ödəyirsə, heç kimi dəvət eləməsə belə 2047 dollara qədər qazancı arta bilər. Təbii ki, buna çatmadan da o qazancını nağdlaşdıra biləcək. Hansı rəqəmə çatanda istəsə, yəni biznes kabinetdən açıb götürə bilir qazanclarını. Amma dəvət eləyən insanların aylıq gəliri daha da böyük rəqəmlər olur. Burada artıq necə deyim, minimum bronz olaraq qalıbsa, yəni 2-ci dəvətli eləyib, amma yenə bir il, il yarım o sistem yığılana qədər səbirli davranıbsa, əlbəttə ki, onun da qazancı daha çox olacaq və bu heç dəvət eləməyən 2047 qazanırsa, dəvət eləyənin qazancı minimum olaraq 4095 dollara kimi qalxacaq. Aha. Bu aylıq qazanclarımızdır, aydın oldu hər kəsə. İndi gəlirəm matching qazancı. Livgood'un ən böyük qazancıdır. Niyə görə buna ən böyük qazanc deyirik? İndi izah eləyəcəm. Ən böyükdür çünki həm get-gedə artandır, həm də tək sizin özünüzün qazancından söhbət getmir. Baxın, biz dedik ki, dəvət eləmək lazımdır, komanda qurmaq lazımdır. Minimum 10 dənə, 15 dənə şəxsi qeydiyyatınız olarsa, işiniz tamam başqa bir rəngə boyanacaq. Və siz hər qeydiyyatınızdan əlbəttə ki, ilk dəfə 50% qazanc götürmüsünüz. Hər dəfə yəni qeydiyyat elədikcə, üstəgəl onların dəvətlərindən də qazanc götürürsünüz. Ola bilər siz artıq silver açmısınız, daha da dərinliklərdən götürürsünüz. Amma bir də gəlir buradakı 60 gündən sonra aylıq qazanc yazılır. Bununla da paralel matching qazanc yazılır. Matching qazanc nədir? Sizin şəxsi dəvətləriniz var. Məsələn, bu xanımlar da gəlib, düzdürmü? Sizin dəvətlərinizdir. Və bu xanımlar da işləyir, bunlar da qeydiyyatlar gətirir, bunların da komandası dolur, qeydiyyatları çoxalır. Və tək siz aylıq qazanmırsınız ki, onlar da qazanacaq da, düzdür? Deyək ki, sizdən sonra burada bir 50 nəfər varsa, bundan dərəsinin altına bir 25 xanım düşüb, düzdürmü? Həmin 25 xanımdan da deyək ki, nə qədər edir? 10 dollar deyək ki, nə bilim, qazanc götürür. Və bu sistem böyüyür, bu qazanc artır. Siz sabahları 1000 qazananda onlar 500-500 qazanacaq. Və matching qazanc da sizə imkan verir ki, əgər siz özünüz təkcə, ən böyük qazanc yazıram bura, tək özünüz aylıq 1000 dollar qazanırsınızsa, mən belə rəqəmlərlə başa salacağım ki, sizə aydın olsun, sonra özünüz böləsiniz onu. Qazanırsınızsa və sizin 2 dəvətlinizdə, deyək ki, 500-500 qazanırsa, 500, bu da 500 qazanır, bu da 500. Deyək ki, eyni şəkildə sistem qurulub, hərəsi 500-500 qazanır. Matching qazanc 2 dəvətli 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 2 dəvət
sizə imkan verir ki, siz öz dəvətlərinizin aylıq gəlirinin 50% qədər də plus əlavə bonus qazanasınız. Yəni, bunlar 500-500 qazanırsa, bunların hərəsindən sizə $250 da əlavə verəcək. Aydındır mı? Baxın, görün necə gözəl bir imkandır. Siz 1000 qazanırdınızsa, burada 500 əlavə alacaqsınız. Demək, qazancınız 1500 olacaq. Sadəcə o 2 nəfəri dəvət etdiyiniz, onları öyrətdiyiniz, qazandırdığınız üçün. Harda var belə imkanlar? Heç bir şirkətdə belə qazanclar yoxdur. Təbii ki, bu rəqəmlər 1000-ə, 500-ə çıxana qədər siz müəyyən müddət işləyəcəksiniz. Bunun üçün əmək sərf etmək lazımdır. Bunu siz 2-3 ayda eləyə bilərsiniz, siz bunu 5 ayda eləyə bilərsiniz, 5 ilə də eləyə bilərsiniz. Bu sizin aktivliyiniz və tənbəlliyinizdən asılı olacaq. Ona görə də sırf bu 4 qazancı qazanmaqla siz istənilən şəkildə maddi azadlığa çıxmağa başlayacaqsınız. Çünki komandanız böyüyür, komandanız artır, komandada qeydiyyatlarınız çoxalır və çoxaldıqca da deyək ki, artıq sizin burada 10 dənə şəxsi qeydiyyatınız var. Bu 10 qeydiyyatın təsəvvür edin ki, hər birindən siz həftəlikdə qazanc götürürsünüz. Yəni, bir dəfə özlərindən 50% götürdünüz, o getdi. İndi isə onların dəvətlərindən başlayırsınız götürməyə hər həftə. Hər həftə onlar dəvət eləyərsə kimisə, siz yenə onlardan 10% götürürsünüz və plus artıq 10 nəfər qeydiyyat eləmişsiniz və komandada opşi 20 nəfəri keçibsə, artıq silversiniz, yəni gümüş karyerindəsiniz. Gümüş karyerdə 4 dərinlik verir sizə. Yəni dediyim kimi, dəvətlisinin dəvətlisindən də sizə qazanc verəcək. Ola bilər ki, bu həftə nə də siz qeydiyyatınız yoxdur, amma buradakinin qeydiyyatı var. Bu kimi dəvət edirsə, siz oradan 3% qazanc götürəcəksiniz. Və indi təsəvvür edin ki, biri var 2 nəfərin aylığına ortaq olmaq. Biri də var 10 nəfər qeydiyyatınızın aylığına ortaq olacaqsınız. Biri $50 qazanar, biri $100 qazanar, biri 200 qazanar, biri 70 qazanar, fərqi yoxdur. Hər birindən yenə 50% sizə qazanc verəcək. Aydın oldu mu? Mükəmməl bir qazanc növüdür, matching qazanc. Ona görə də dəvət etmək mütləqdir. Üstəgəl inkişaf etdikcə, karyer açdıqca bu qazancları təkcə öz dəvətlərinizdən deyil, onların da qeydiyyatlarından, yəni artıq 2-ci, 3-cü və 5-ci nəslə qədər də qazanc götürə biləcəksiniz. Deyək ki, sizin dəvətliniz özü 500 qazanır, onun dəvətlisi də gəlib, o da 200 qazandı bu ay. Bundan da siz 10% qazanacaqsınız. Yəni, hər şəkildə Livgoodda qazanc var və artan qazancdır. Sadəcə mütləq yerinizi qorumaq üçün səbirli olmalısınız. 1 ay, 2 ay, 3 ay keçdi, məndə niyə 2 nəfərdir, niyə 5 nəfərdir alt komandada, bunlara baxmaq lazım deyil. Livgood gələcəyin işidir. Livgood bir il sonra düşünə bilən, düşünən, gələcəyi üçün bir uğurlu bir yatırım etmək istəyən insanların işidir. Amma burada heç bir risk yoxdur. Çünki burada yatırım da yoxdur. Siz sadəcə abunə olursunuz, şirkətə hər ay $10 ödəməklə yerinizi qoruyursunuz və yerinizi qoruduğunuz sürəcə bu böyüyən komandanı izləyəcəksiniz. Əgər bugün komandamda 4 ay öncə gələn və yerini itirən partnyorlar baxsaydı indi sistemə, çox peşman olardılar. Çünki artıq orada 300 nəfərdən çox insan var və hər birindən də aylıq gəlir qazana bilərdilər. Təəssüflər olsun ki, yerini itirənlər şansını itirir deməkdir və o yerini itirərsə, əgər ki, bu xanım ödəməzsə abunəliyini, yerini itirərsə, sistem avtomatik alt ekipdən birini ora sürüşdürəcək və o onun alt komandasına sahib olacaq. Görün necə gözəldir. Sistem heç kimin yerini boş qoymur. Avtomatik sıxlaşdırır. Altdan yuxarı doğru sıxlaşdırır ki, daha da gözəl şəkildə siz qazana biləsiniz. Burada olan partnyor, deyək ki, altına 2 nəfər düşmüşdüsə, bu partnyor bura sürüşdürülərsə, artıq bunun altında 6 nəfər olacaq. Yəni, bir sözlə yerinizi itirməyin, davamiyyətli olun, işi öyrənin ki, bütün bu gözəl qazanclara sahib olasınız.